Şəhid övladları üçün 4-cü yaşat düşərgəsi başlayıb. Ümumilikdə 500-dən çox şəhid övladını əhatə edəcək 7 düşərgənin həyata keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatr tamaşaları, öz sahəsinin peşəkarları ilə, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları keçiriləcək. Hər bir düşərgə 5 gecə 6 gün əhatə edəcək. Avqust ayının sonuna dək reallaşdırılacaq düşərgələrdə şəhidlərimizin 10-11, 12-14, 15-17 yaş kateqoriyasında olan övladlar iştirak edəcəklər. Düşərgənin açılış mərasimində Yaşad Fondunun rəhbəri Qarabağ qazisi Elvin Hüseynov və digər qonaqlar iştirak ediblər. Onlar uşaqlara düşərgə müddətində həyata keçiriləcək təşəbbüslər barədə məlumat verib və uğurlar arzulayıblar. Düşərgə boyunca uşaqlar sığortalanmış olacaqlar və davamlı olaraq həkim nəzarəti psixoloqlar tərəfindən müşahidə ediləcəklər.